Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli, amma ba'd. Möhtərəm qardaşlarım, mən birinci özümə, sonra səsə Allah Taala'dan haqq təqvasından qorxmağı nəsihət edirəm və o haqq təqvası, yəni Allah Taala'dan gizlində və aşkarda qorxmaq deməkdir. Allah Taala'dan gizlində və aşkarda qorxmaq fərqlidir. Gizlində qorxmaq çətindir, aşkarda qorxmaqsa Allah Taala'dan rahatdır. Ona görə də kimlər ki Allah Taala'dan layiqincə, Allaha layiq olan şəkildə gizlində qorxmağı bacarırlarsa, onlar zahirdə də təqva edirlər. Necə ki, münafiqlərin əksi olaraq. Münafiqlər zahirən, yəni insanların içində olanda Allah Taala'dan qorxurdular və gizlində çəkildikləri zamansa Allah Taala'dan qorxmurdular. Və Allah Taala kitabında münafiqlərin iki sifətini, iki böyük bir sifətini vurğuluyor və Allah Taala buyurur ki, o kəslər ki, yəni münafiqlər namaza tənbəl qalxırlar, namaza tənbəl qalxırlar və Allahı az zikr edirlər. Və diqqət yetirir, namaza qalxmaq çox vaxt gizlində olur. Və Allahı zikr eləməksə gizlində olur, heç kim səni görmür. Və ona görə də bax, ona görə sahabələrin nə qədərləri bu sifətdən qorxurdular. Ona görə də Ömər ibn Xattab radiyallahu anhu, o zaman ki Huzeyf ibn Yəmən radiyallahu anhu yanına gələndə dedi ki, bax ki orada münafiqlərin adlarını Allah Resulü Huzeyfəyə vermişdi radiyallahu anhu. Və bax ki orada mənim adım varmı? Və təbii ki Ömər ibn Xattab təvazökarlıq edirdi müəyyən qədər və həmçinin Allah Taala'dan qorxurdu. Çünki təvazökarlıq təqva olmasa fayda vermir. Təvazökarlıq təqva olmasa fayda vermir. Və Huzeyfə deyir ki ona radiyallahu anhu, yox sənin adın orada yoxdur. Və soruşur ki, bax ki işçilərindən kimisə var orada. Və bunu göstərir ki, münafiqi seçmək, bir şəxsə hökm qoymaq çətindir. Yəni bir şəxsə münafiq demək artıq təkfirdir. Onu təkfir eləmək. Çünki münafiqlər haqqında Allah Taala kitabında buyurdu: "İnnel munafiqina fi'd-darkil asfali minan-nar." Münafiqlər oddan aşağıda olacaqlar. Yahudilərdən aşağı olacaqlar, müşriklərdən aşağıda olacaqlar. Allah olsun əziyyət verənlərdən də aşağı olacaqlar. Və hökmdür bir insana münafiq demək. Onu kafir demək sayılır, münafiq demək. Və subhanallah razıyım, Ömər ibn Xattab Allah Resulü məktəbini keçmişdi. Elmi də var idi, insanları tanımağı da bacarırdı. Amma qorxdu bir adama hökm verməyə. Bir insana hökm verməyə qorxdu. Və onda Huzeyfə radiyallahu anhu dedi ki, bir nəfər var. İşçilərin içindən bir nəfər var. Hansı ki münafiq idi. Və onu deyəndən sonra onu qovur. Ömər ibn Xattab qovur onu. Və subhanallah razıyım, fikir ver. Bu hədis bidət əhli, bu daha düz İslam, bu rəvayət, bu qissə bidət əhlinə bir rəddir. Ömər radiyallahu anhu o hansı ki münafiqi qovur, öz işçilərinə olan, o münafiqi qovandan sonra baxmır hansı sifət bu münafiqdə var idisə, başqa kimdəsə varsa da münafiqdir. İndiki müasir dövrümüzün bidətçiləri həmən cür yaşayırlar. Kimdəsə hər hansısa bir küfrü görüblərsə, asiliyi görüblərsə, başqasında da görsələr eyni müamiləni aparırlar. Xətadır. Bir şəxs ola bilər ki, bir günah eləsin. Necə İbn Teymiyyə rahimehullah buyurduğu kimi, Allah bilər bir insan bir günah eləsin, kafir olsun, amma başqası eləsin, kafir olmasın. Çünki qəlbə qayıdır məsələ. Və mühacirlərin əvvəlində xatırlanan ayə kimi Allah Taala buyurdu ki, o kəslər ki, Allahı az zikr eləyər, münafiqlər yəni, Allahı az zikr eləyərlər və namaza qalxanda da tənbəl qalxarlar. Subhanallah, ümmətin 3-2-si bu halı yaşayır. Ən yaxşı halda. İmam Məliki cəmaət hamısı münafiqdir. Namaza tənbəl qalxmaq və yaxud da Allahı az zikr eləmək. Bəli, Allahı az zikr eləyən, münafiqlər Allahı az zikr eləyir və namaza tənbəl qalxır. Amma hər namaza tənbəl qalxan və Allahı az zikr eləyən münafiq deyil. Və bu da bir əhl-i sünnənin mənhəci təkfir məsələsindəki təkfirdə nə qədər ehtiyatlı olmaq lazım olduğunu öyrədir. Amma məsələnin ikinci tərəfi şəxsin özünə qayıtsa, bir şəxs özünə Allahı az zikr elədiyinə görə özündən münafiqlikdən qorxa bilər, namaza tənbəl qalxır. Özündə münafiqlikdən qorxa bilər, yoxsa yox? Cavab bəli. Sizə ki, Ömər ibn Xattab qorxurdu. Və yaxud da başqa sahabələr həmçinin, təkcə Ömər yox. Bəzi qövmlərin xəttinə dəyir hər dəfə Ömərin adı çəkiləndə, amma yox, hər bir sahabə bizim üçün dəyərlidir, qiymətlidir. Ona görə də müsəlman özü üçün qorxmalıdır. Sələfin yolu həmişə bu olur. Birinci özünü çıxartmalısın oradan. Sonra isə başqasını. İnsan birinci gələn ağır hökmləri, o hökmlər ki ağır idi. O hökmlər ki insanın gələcəyinə fəsaddır, yəni qiyamət günü. Birinci özü üçün qorxmalıdır, necə sahabələr. Və diqqət edin, Ömər ibn Xattab soruşanda ki, işçilərdən kimsə varmı?
Ömər demədi Hüzeyfəyə ki, haqqı gizlətmə. Ona görə bəzi bu günlərin nə qədər bidət əhli var ki, sələfi nədir tam bilirlər. Haqqı gizlədənlər deyə. Amma Ömər radiyallahu anh Hüzeyfəyə demədi ki, sən haqqı gizlədirsən. Münafiqlər də ki, cəmaat bilsin. Ona görə kim ki bidətçisə sahabələrimiz var. Hətta o sahabələrin adlarını övladlarına qoysa belə. Məsələn, bax bidət əhlinə oğlun adını Ömər qoyub, və yaxud da oğlun adını Abbas qoyub, və yaxud da oğlun adını Əbubəşir qoyub, və yaxud da oğlun adını Əli qoyub. Vallahi billahi adların hərfləri qədər də olsun uzaqlar. Çünki o sahabənin tanısaydı bidətə düşməz əslən. Necə ki bugün adamlar var ki oğlun adını Həsən qoyur, amma Allahdan layiq olan şeyləri Həsəndən istəyir, Əhl-i Beytdən istəyir. Yəni Həsən radiyallahu anh hansı həyat yaşamışdı və bugünkü indi oğlunun adını Həsən qoyun hansı həyat yaşayır. Ona görə də adlandırmaq fayda vermir. Ona görə qardaşlarım, hər bir müsəlman gələn hökm məsələlərində o məsələlər ki artıq şəxsi hökmdür, birinci özünə tətbiq eləməlidir. Və kitab da bunu bizə öyrədir. Allahın kitabı isə bizə bunu öyrədir. Allah Teala öz kitabında deyir ki, birinci oxu dedək. Demədi oxud. Oxu. Birinci sən oxu, sən öyrən. Din birinci insanın şəxsin özünə gəlir. Çünki dini başa düşübsə, artıq haqq ona gəlib çatıbsa, birinci özündə tətbiq eləsin. Və bidət əhlinin sifətdir ki, başqalarını axtaracaqlar. Kimsə necə, filan kəs belədir, filan kəs belədir. Vallahi özünə, ailəsinə baxsa nə gündədir. Hansı haldadılar. Öz İslamları şübhə altındadır. Yemədikləri ət qalmır. Amma sələfi neyniyər? Sələfi özünə görə qorxar. Sələfi qorxar ki, bir də mən münafiq olaram. Subhanallahın azim. Allaha axırıncı dəfə. Allah layiq deyinə vaxt zikr eləmirsən. Namaza necə sevinçlə qalxmısan? O sələflər belə olur. Və namaza tənbəl qalxanda qorxmalısan ki, birdən mən də. Çünki indi vəhiy yoxdur. İndi vəhiy gəlmir. Allah Rasulunun vaxtında vəhiy var idi. Bilinirdi kim nədir, kim nə deyil. Amma indi vəhiy gəlmir. Ona görə münafiq də bilinmir. Allahdan qorxan da bilinmir. Ona görə indi lap ehtiyatlı olmaq lazımdır. İndi başqa adamların hökmünü tərk edib, insan özündən qayıtmalıdır. Çünki vəhiy yoxdur axı. Bilməyəcəksən kim nədir, kim nə deyil. Heç özün. Sən namaza, biz yaxşı zənd olaraq, namaza tənbəl qalxanı, Rəbbini az zikr edəni qardaşımız görür, müsəlman görür. Vallahi billahi bu yaxşı zən sənin özünə fayda verir, amma qarşıya fayda vermir. Yaxşı zənn eləyən özünə fayda verir. Zənn olmana yox. Çünki zənn olunan şəxs, qiyamət günə qədər münafiq olsa, Rəbbini az zikr edəndir, namaza tənbəldir, qiyamət günü deməyəcək ki, ya Rabbi filan kəs mənim haqqımda axı yaxşı zənn deyildir. O mənim müsəlman görürdü, amma mən niyə münafiqəm indi? Faydası sənin özbədir. Özü qul haqqı ilə yüklənmirsən. Ona görə qardaşlar, vəhiy yoxdur. Vəhiy nazil olmur. Yuxularla da din olmur. Kimsə yuxusunda nə görülür? Kimsə yuxusunda gördü ki, paltarlı kimsə gəldi. Belə din olmur. Din, qal Allah və qal Rasul. Allah dedi və Rasul dedi. Rasul da artıq yox. Ona görə qardaşlarım, şəriət, Allah Taala'nın dini hüdudlardan ibarətdir. O hüdudların bir hissəsi, yəni hədlər, halallar və haramlar. Bir hissəsi Allahın haqlarıdır. Ora girmək olmaz. Bir hissəsi də qul haqlarıdır. Orada girmək olmaz. Allahın haqları şirk və küfürdür. Məsələn, Allah'a şərik qoşmaq olmaz. Allah'a və Rasulunu istehza eləmək olmaz və s. Və ikinci tərəf isə qul haqlarıdır. Qul haqları hansılardır? Oğramaq olmaz, qeybət eləmək olmaz, harama baxmaq olmaz və s. Ona görə bu haqlardan çəkinməlidir müsəlman. Necə çəkinmək lazımdır? Özü vaxt ayırmaq. Müsəlman nə qədər ki, özünə çox vaxt ayırsa. Müsəlman Allahdan qorxan, özünü xüsusən sələfə nisbət edən bu qədər fitnələrin içində, özünü sələfə nisbət edən bu iki şeydən qorumaq üçün gələk özünə vaxt ayırır. Hər anında. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem qiyaməti vəsf eləyərkən nə dedi? Dedi, insanlar mömin yatacaqlar və kafir kimi də oynayacaqlar. Və diqqət et, o mömin sözünü Allah Rasul deyib, biz yox. Biz kimisə biraz çox ibadət eləyən görəndə və yaxud da kimdəsə biraz elm görəndə, kimisə gecə namazı qılır, deyir ki, o mömindir. Yaxşıdır, qardaş maşallah, Allah'a çox ibadət eləyəndir. Bu biz naqisik. Özümüz naqis olduğumuza görə kimsə Allah'a yaxınlaşan kimi onu üstün görürük. Onu mömin sayırıq. Peyğəmbər s.ə.v bizim vəsfimizi vermədi, özünün vəsfini verdi. Özünə görə mömin olan. Yəni Allah Rasulunun mömin gördüyü şəxs qiyamət günü alamatlarındandır ki, yatacaqlar mömin, qalxacaqlar kafir kimi. Ona görə qardaşlarım, o zamandır ki, müsəlman özünə qapanmalıdır. O zamandır ki, müsəlman namazlarında tənbəl olmaz. Əksinə namaz gözləmək lazımdır. Budunluq da var, telefon da var, cəmaat da var, zəng eləmək olur. Yəni, indi üzr deyil artıq.
Sənə artıq cahillik üzrə deyil, qardaşım. Sənə artıq cahillik üzrə. Hər yerdə dərslər də var. Vaxt var idi, kimsə elm öyrənmək üçün gör nə qədər əziyyətlər çəkir. Bir şeyin hökmünü öyrənmək üçün nə qədər əziyyət çəkirlər. Vallahi nə qədər tələbələr oldu ki, öldülər. Yola çıxdılar, öldülər yola. Aclıq, susuzluq, heç nə yox idi. Hətta imkanı yox idi dəvəsini almağa, heyvanını almağa. Vallahi bilirdi ki, o piyada gələndə öləcək yox. Belə tələblər oldu. Bilirdi öləcək, çünki buradan o çatmaq mümkün deyil. Heyvanla çatanlar ölürlər, yəni dəvəsinin yaxın birində çatan ölür. Piyada çatan çatarmı? Amma Allah üçün çıxdılar, ölürlər. Allah onlara rəhmət etsin. Amma indi rahatdır. İndi rahatdır. İndi hər şey var. Şeyx Qamət demişkən, bir dənə Əbubəkir saytında olan dərsləri dinləyən olsa, bu nə qədər faydalanır, bu nə qədər qardaşlarına fayda verir. Amma girirsən, baxırsan, məsələn, Şeyx Qamətin dərsinə nə qədər adam baxır? 300 nəfər, 400 nəfər, ən yaxşı 1000 nəfər. Yəni, Azərbaycanlı sələflər 1000 nəfər deyir. Bunlar hamısı qiyamət kimi soruşulacaq. Bu da nəyin göstərisidir? Müsəlman özünə vaxt ayırmır. Müsəlman özünə vaxt ayırmadıqca, artıq başqasına vaxt ayırmalıdır. Allah bizi belə yazır. İnsan vaxt ayıran məxluqdur. Ya özə vaxt ayırmalısan, ya da başqalarına vaxt ayırmalısan. Başqasına vaxt ayıran itirir. Həmişə itirir. Ya qeybət, ən yaxşı halda, ən pis halda bidət eləyəcəksən, ən yaxşı halda qeybət eləyəcəksən. Çünki qeybət bidətdən yaxşıdır, nisbətən. Nisbətən təbii ki. Ona görə qardaşlarım, yəni bu kiçik bir xatırlatma idi. Yəni bunlar hamısı bildiklərimiz idi, yeni bir şey yox idi. Amma Allah Teala kitabında buyurur ki, "Fəinnə zikrətun tu'il-mu'minin." Xatırlatmaq möminlərə fayda verir. Və Allah Teala biz o möminlərdən etsin ki, xatırlanır və biz oradan faydalanırıq. Və əncin Allah bilir və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahabətihi ecməin. Bəli.